Dünyada hər 40 dəqiqədən bir mina partlayır. Zərər çəkənlərin 84%-i mülki şəxslərdir. Hər 3 nəfərdən biri uşaqdır. 2023-cü ildə mina və partlamamış hərbi sursatlar nəticəsində 5757 insan zərər çəkib. 2024-cü il üçün bu say 6000-i keçib və durmadan artır. Azərbaycan bu statistikada ilk 5-likdədir. 2020-ci ildən bu günə kimi 70 nəfərdən çox insan mina partlayışında həlak olub. 338 nəfərdən çox insan xəsarət alıb. Qarabağ və ətraf bölgələrdə 1 milyondan çox hektar ərazi mina təhlükəsi daşıyır. Bu, bəzi Avropa ölkələrinin ümumi ərazisindən çoxdur. Bura yalnız bir coğrafiyanın deyil, bir dövrün portretidir. Silinməmiş müharibənin xəritəsidir. Səhər saat 6, Ağdam. Qarabağın keçmiş təmas xətti. Bura artıq döyüş bölgəsi deyil, amma döyüşün geridə qoyduğu izlər hələ də aktivdir. Gün doğmamışdan əvvəl mina təmizləmə komandası artıq sıradadır. Hər gün eyni vaxtda şəxsi heyət sahəyə çıxır. Sübh tezdən işə başlamaq vacibdir, çünki günortaya doğru bu ərazilərdə istinin səviyyəsi 45 dərəcəni keçə bilir. Sultanov Faiz. Burada. Abdullayev Babək. Burada. Qarabağın iqlimi sərtdir, amma bu işin fiziki ağırlığından daha çətin olanı psixoloji yüküdür. Hər addımın altında ölüm gizlənə bilir. Mina ilə çirklənmiş torpaqlar müharibənin görünməyən davamıdır. Düzdür, burada düşmən yoxdur, səngər də yoxdur, amma təhlükə hələ də realdır. Mina təmizləyənlərin işi torpağı təkrar həyata qaytarmaqdır. Və bu sadəcə fiziki əməliyyat deyil, bu eyni zamanda siyasi və humanitar bir prosesdir. Dünya xəritəsində 60-dan çox ölkə bugün partlamamış hərbi sursatlarla çirklənib. Azərbaycanda isə vəziyyət ən kritiklərdəndir. 2023-cü ildə ANAMA və mina təmizləmə fəaliyyətinə cəlb edilən digər qurumlar tərəfindən 53081 hektar ərazi partlayıcı qurğulardan təmizlənib. 2024-cü ildə bu rəqəm 62023 hektar, 2025-ci ildə isə 48784 hektar olub. Yalnız 2025-ci ilin may ayında ANAMA və mina təmizləmə fəaliyyətinə cəlb edilən digər qurumlar tərəfindən 7429 hektar ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib. Bu müddətdə 321 piyada əleyhinə mina, 154 tank əleyhinə mina, 1991 ədəd partlamamış hərbi sursat tapılıb və zərərsizləşdirilib. Son rəqəmlərə əsasən dünyada bu günə qədər 110 milyondan çox mina torpaqda gizlənmiş vəziyyətdə qalır. Bəli, sahələrin əksəriyyəti Afrika, Asiya və Cənubi Amerika bölgələrindədir. Amma hazırda ən kritik vəziyyətlərdən biri Qarabağda müşahidə olunur. Azərbaycan mina sıxlığına görə Avropa ölkələri arasında ilk yerlərdən birindədir. Mina təmizləyənlərin işi yüksək risk daşıyan və ciddi diqqət tələb edən fəaliyyətdir. Hər gün onlar əvvəlcədən qeydiyyatdan keçmiş sahələrə daxil olmadan ciddi təlimat alır və tam müdafiə geyimində çalışırlar. Ərazidə hərəkət addım-addım planlaşdırılır. Ən kiçik səhv həyat üçün ölümcül nəticə doğura bilər. Bu insanlar bəzən günlərlə yalnız bir neçə kvadrat metrlik sahəni təmizləyə bilirlər. Partlamamış hərbi sursatlar və piyada minaları çox vaxt torpağın altında gözlə görünmür. Bəziləri zamanla köhnəlib, bəziləri isə yüksək həssaslığa reaksiya verir.
ayaqla basıldıqda və ya sadəcə yerindən tərpəndikdə partlayış baş verə bilər. Torpaqların işğaldan azad olunandan sonra Qarabağ, Şərqi Zəngəzur, həmçinin Qazax rayonu ərazisində mina təmizləmə fəaliyyətləri geniş miqyasda aparılır. Bütün bu mina təmizləmə fəaliyyətlərinin dövlət tapşırığına uyğun olaraq mina təmizləmə fəaliyyətinin planlaşdırılması, nəzarət olunması, idarəçilik ANAMİyə həvalə olunmuşdur. Və ANAMİyanın tabeliyi altında cümlədən müxtəlif qurumlar, özəl yerli özəl təşkilatlar, Müdafiə Nazirliyinin humanitar mina təmizləmə taborları və həmçinin Fövqəladə Hallar Nazirliyinin mina axtarma birləşmələri mina təmizləmə əməliyyatlarına cəlb olunublar. Bütün bu işğaldan azad olunmuş ərazilər üzrə mina təmizləmə fəaliyyəti aparılır. Həmçinin mina təmizləmə fəaliyyətinə əllə mina təmizləmə ilə yanaşı xüsusi təlim keçmiş mina axtaran itlər və mexaniki mina təmizləmə vasitələrinin dəstəyi ilə mina təmizləmə əməliyyatları aparılır. Mina təmizləmə aparılan ərazilərdə dövlət tapşırığına uyğun olaraq ilkin olaraq vacib infrastruktur obyektlər, o cümlədən yol, işıq xətləri, qaz xətləri, sənaye zonasının ərazisi, rayon mərkəzlərinin ərazisi və həmçinin ilkin növbədə tikintisi nəzərdə tutulmuş kəndlərin ərazisini təmizlənməyə başlanmışdı. Ərazilərdə keçmiş təmas xəttinin ərazisi olduğuna görə müxtəlif qarışıq minalar, o cümlədən tank rəhni olan minalar, piyada rəhni olan minalar və müxtəlif təyinatlı çoxlu sayda partlamamış hərbi sursatlar ərazidən aşkar olunur. Və bu ərazidə arxada gördüyünüz sarı taxtaların hər biri minaların tapıldığı yerin işarələnməsi üçün istifadə olunmuşdur. Bu sarı taxtaların hər birinin yerində bir mina tapılmışdı. Və sahəni təmizləmiş yerinə gəzən zaman özünüz də görə bilərsiniz ki, nə qədər qarışıq, xaotik vəziyyətdə bastırılmışdı minalar. Həmçinin bu ərazilərdə dağıntıların, metal qırıntılarının çox olmağı, əvvəllər bu ərazilərdə üzüm sahələri olub, hansı ki, keçmiş təmas xəttinin əraziləri, orada metal qırıntılarının çox olmağı, 30 il ərzində postda, səngərdə dayanan düşmənlər tərəfindən istifadə olunan gilizlər, patronlar, patron qabları, məişət əşyaları, konserv qutuları da əraziyə səpələnib və bu da metalın daha çox sıx olduğuna görə də mina təmizləmə işini də çətinləşdirən amillərdən biridir. Qarabağ ərazisində aşkarlanan partlayıcıların mənşəyi tək bir ölkə ilə məhdudlaşmır. Əsasən Sovet istehsalı olan minalarla yanaşı Ermənistan Respublikasının müstəqil istehsalı olan və üçüncü ölkələrdən gətirilmiş müxtəlif tipli sursatlar da tapılıb. Qarabağda ən çox rast gəlinən minalar arasında Ermənistan istehsalı olan PMN-001, həmçinin PMN-2, PMD-6, PMP, POMZ, POMZ-2 və OZM-72 modelləri, eləcə də TM-57, TM-62M, TM-62P, TM-62P2 və TM-62P3 modelləri var. Bu sursatların böyük hissəsi keçmiş Sovet İttifaqı dövründə istehsal olunub. Yəni onlar bugün Rusiya Federasiyasının miras aldığı silah sənayesinin məhsullarıdır. Bu faktlar göstərir ki, Qarabağda minalanma yalnız lokal hərbi strategiyanın nəticəsi deyil, beynəlxalq silah ticarəti və qeyri-qanuni hərbi dəstəyin birbaşa məhsuludur. Hədəf seçməyən bu sursatların geniş yayılması beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması deməkdir. Bəziləri rəsmi təyinatını itirmiş ola bilər, amma hələ də aktiv vəziyyətdədir. Mina təmizləmə əməliyyatları zamanı termal stres də təhlükə yaradır. Yay aylarında temperatur bəzən 45 dərəcəni keçdiyindən mütəxəssislər qısa fasilələrlə işləməyə məcbur qalırlar. Təhlükəsizlik üçün hər ərazidə ilkin baxış, mexaniki və əl ilə yoxlama mərhələləri həyata keçirilir. Sahəyə daxil olmamışdan əvvəl itin, detektorun və insan faktorunun birgə işləməsi tələb olunur. Bura Ağdamın Əmirli kəndidir. Bu kənddə minalarla çirkləndirilmiş kəndlər sırasındadır və dayandığım nöqtədə minalar aşkar olunub və olunur. Sarı nişanlar minaların tapıldığı yerləri göstərir və təxminən 50 sm-dən bir, 70 sm-dən bir, bəzən 1 metrdən bir bura mina bastırılıb. Yəni pərakəndə şəkildə bastırılıb, sistematik şəkildə bu ərazi çirkləndirilib. Elə bizim burada olduğumuz vaxt ərzində növbəti bir mina aşkar olundu ərazidə. Mən durduğum yerdən önə keçə bilmirəm, buradan göstərəcəm. Mina tapıldı və təxminən 70 sm məsafədə də digər bir minanı görürük. Yağış suyu, hava şəraiti ilə bağlı həmin o mina torpağın üstünə çıxıb, amma hər zaman belə olmur. Yəni, biz o təhlükəni görməyə də bilərdik. Bu minalar bura təsadüfi düşməyib. Hər bir nişan mina deməkdir və hər bir minanın tapılması növbəti təhlükənin tapılması deməkdir. Və bu proses
çox çətinliklə aparılır. İşlədiyim sahə çox çeşidlidir, qarışıq mina sahəsidir. Həm piyada əleyhinə, həm texnika əleyhinədir. Hal-hazırda təmizləmənin müxtəlif xüsusiyyətləri var ki, bunun adı 7 qızıl qaydadır. Gözlə baxış, tələməftin hiss edən alət, əllə xəf yoxlama, bitkilərin kəsilməsi, detektorla yoxlama, işləmə və qazmadır. Bu 7 qızıl qaydanın hansısa birisinə riayət olunmasa, böyük bir faciəyə səbəb ola bilər. Hal-hazırda aşkar elədiyimiz piyada əleyhinə Ermənistan minasıdır, PMN E001M. Minalar təkcə təhlükəli döyüş vasitəsi deyil. Onlar beynəlxalq humanitar hüququn pozulması nümunəsidir. 1980-ci il tarixli bəzi ənənəvi silah növlərinə dair konvensiya və onun ikinci protokoluna əsasən hədəfi fərqləndirməyən, təsadüfi partlayan, mülki şəxslərlə hərbi hədəfi ayırd etməyən mina tipli sursatların istifadəsi qadağandır. Bu konvensiyanın 2.1-ci maddəsinə görə yerin altında, üstündə və ya səthə yaxın yerləşdirilən insan və ya nəqliyyat vasitəsilə təmasda partlayan bütün qurğular mina sayılır. Bu, piyada və tank əleyhinə minaları, məsafədən idarə olunan və hava vasitəsilə atılan sursatları da əhatə edir. Minalar təkcə insan həyatı üçün təhlükə yaratmır. Onlar eyni zamanda təbiətə qarşı görünməz, amma dağıdıcı bir müharibə aparır. Əkin üçün yararlı torpaqlar illərlə istifadəsiz qalır. Təbiətin bərpa mexanizmləri pozulur. Hər mina partlayışı bir ağacın, bir ot örtüyünün, bir canlının həyatdan silinməsi deməkdir. Qarabağın meşələri, çay yataqları, otlaq sahələri illərlə partlayıcı sursatlarla çirklənib. Bu, ekoloji terrorun tərifidir. Ekosistemin zənciri qırıldıqda yalnız heyvanlar yox, insanlar da təsirə məruz qalır. Minalanmış ərazilər bərpa işlərini, kənd təsərrüfatını, hətta çobanların köç yollarını belə əngəlləyir. Minaların təmizlənməsi təkcə təhlükəni yox etmək deyil. Bu, həm də təbiətə nəfəs almaq imkanı verməkdir. Beynəlxalq humanitar hüquqa görə ətraf mühitin qorunması silahlı münaqişə zamanı da vacibdir. 1980-ci il tarixli bəzi adi silahların istifadəsinə dair konvensiyaya əsasən qeyri-selektiv, fərqləndirmə qabiliyyəti olmayan, yəni mülki və hərbi hədəfləri ayırd edə bilməyən silahların, o cümlədən minaların istifadəsi qadağandır. Bu konvensiyanın ikinci protokolunda mina anlayışı və istifadəsi ilə bağlı məhdudiyyətlər açıq şəkildə göstərilir. Ekoloji terror təkcə ətraf mühiti məhv etmir. O, insan hüquqlarının və beynəlxalq hüququn pozulmasıdır. Mina axtaran itlər təmizləmə əməliyyatlarında insanlara dəstək rolunu oynayır. Onlar əsasən partlayıcı maddələrin qoxusunu ayırd etmə qabiliyyətinə görə təlim alırlar. Qarabağda istifadə olunan bu itlər Belçika, Malinois və Labrador cinsləridir. Əksəriyyəti 12 aydan 18 ayadək təlim keçib. Bütün təlimlər beynəlxalq standartlara əsaslanır. Sahəyə yalnız bələdçisi ilə birlikdə daxil olur və partlayıcı maddəyə reaksiya verdikdə siqnal verir, adətən dayanaraq və ya quyruğunu aşağı salaraq. İtlərin bu sahədə istifadəsi artıq qlobal standart halını alıb. ANAMA daxil olmaqla bir çox təşkilat mina risklərinin minimuma endirilməsi üçün bu üsulu tətbiq edir. Mina axtaran itlər əsasən 5 cür əməliyyata cəlb olunur. Texniki tədqiqat və mexaniki təmizləmə. Texniki tədqiqat zamanı mina axtaran itlər işləyən zaman əgər mina xətti aşkarlı olunarsa, həmin ərazidə mina axtaran itlər çıxarılır və yerinə mina axtaranlar cəlb olunur. Mexaniki təmizləmə zamanı mexaniki təmizləmə vasitələri təmizlədiyi yer təmiz sayılmır. Bunun mübadilində həmən yerə mina axtaran itlər cəlb olunaraq həmən yerdə heç bir mina və ya patlamamış hərbi sursat, hər hansı bir partlayıcı qurğu tapılması həmən ərazi təmiz sayılır. Mina axtaran itlər mütəmadi şəkildə test olunur. Bu testdə zəif nəticə göstərən mina axtaran it təkrar təlimlərə cəlb olunur. Mina axtaran itlər partlayıcı qurğuları və ya minanı tanımırlar.
onların içində olan partlayıcı maddələrin iyini bilirlər və bu iyi tapdıqdan sonra intikasiya edib öz mükafatını gözlər. Minaqtaran itlər işlədikləri yerdə külək sürəti saniyədə 7 km-dən çox olarsa həmin ərazidə işləyənmirlər. İsti aylarda 32 temperaturdan yuxarı temperatur olarsa müayinələr həmin ərazidə əməliyyatları dayandırılır. Qarabağda mina təmizləmə işlərində qadınlar da aktiv iştirak edir. 2023-cü ildən etibarən Beynəlxalq Avrasiya Mətbuat Fondu, ANAMA və beynəlxalq tərəfdaşlarla birgə qadın mina axtaranlar komandalarını formalaşdırıblar. Bu, Azərbaycanda ilk belə təşəbbüsdür. Hazırda bu komandalar Suqovuşan və Ağdərə rayonunun Talış və ya Çaylı kəndlərində fəaliyyət göstərirlər. Əməliyyatlar ANAMA-nın nəzarəti altında aparılır. Qadınların iştirakı yalnız gender bərabərliyi prinsipi ilə izah olunmur. Onlar sahədə kişilərlə eyni səviyyədə riskə məruz qalır və eyni şəkildə mina aşkarlama və zərərsizləşdirmə əməliyyatlarını icra edirlər. (2023-2025-ci illər ərzində Azərbaycan Respublikası Mina Təmizləmə Agentliyinin koordinasiyası ilə fəaliyyət göstərən Beynəlxalq Avrasiya Mətbuat Fondunun qadın mina axtaranlar komandaları tərəfindən ümumilikdə 3.669.407 kvadrat metr ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Təmizlənmiş sahələr 2023-cü ildə 389.878 kvadrat metr, 2024-cü ildə 1.635.460 kvadrat metr, 2025-ci ildə 1.644.069 kvadrat metr, cəmi 3.669.407 kvadrat metr. Tapılmış sursatlar 18 ədəd piyada əleyhinə mina, 106 ədəd tank əleyhinə mina, 274 ədəd partlamamış hərbi sursat. Bu rəqəmlər təkcə əməliyyat effektivliyini yox, həm də bu sahədə qadınların töhfəsini ölçmək üçün faktdır. Hər gün səhər sahəyə çıxan bu komanda eyni ərazi üzərində saatlarla sistematik və səssiz çalışır. İlk başlarda çətin oldu. İlk dəfə biz bu sahədə təlimə başlamışıq. Çətin olub, kaska bronjetlə də. İlk dəfə ağlamışam. Çünki çətin idi, hava isti idi, ağır idi. Bizdən öncə texniki təhqiqat gəlir, mayi qrupları gəlir. Biz gəlirik, xəttimiz qurulur, işarələr qoyulur. Məsələn, mina işarəsi qoyulur, inzibati qurulur. Ondan sonra mina xəttləri qurulur. Hər kəs öz xəttinə gedir, çəkilmiş cığırla. Mənə görə fəxirdir, həqiqətən də. Ailəmə görə çətindir, özümə görə çətindir. İş relyefinə görə bunun yağışı var, soyuğu var, istisi var. Çox çətindir, amma inanın ki, fəxr edirik. Təmizlənmiş sahə sadəcə partlayıcıdan azad edilmiş torpaq deyil. Bu torpağın hər qarışında bir ailənin yurdu, bir məktəbin yeri, bir gələcəyin ümidi yatır. Ərazilərin təhlükəsizliyini təsdiqləyən andan etibarən burada yeni bir mərhələ başlayır. Qayıdış və yenidən qurma mərhələsi. Məcburi köçkünlər illərlə yaşadıkları müvəqqəti məskunlaşma yerlərindən doğma kəndlərinə dönməyə başlayırlar. Ev tikilir, su çəkilir, məktəb açılır. Amma hər daşın altında illərin izi var. Hər ərazi istifadəyə verilməzdən əvvəl çox səviyyəli təhlükəsizlik protokollarından keçir. GPS ilə sənədləşdirmə, partlayıcı izlərinin uzaqdan yoxlanması, təkrar vizual nəzarət və nəhayət icazə. Bu fiziki yox, həm də texnoloji və hüquqi bir prosesdir. Əhalinin qayıtdığı yerlərdə maarifləndirmə xüsusi əhəmiyyət daşıyır, xüsusilə uşaqlar üçün. Çünki mina tanımır uşaqlar. Mülki şəxs, uşaq və ya hərbiçi, fərq yoxdur. ANAMA tərəfindən kəndlərdə plakatlar, təlimlər və simulyasiya məşğələləri keçirilir. Məktəblərdə xüsusi dərslər keçirilir. Partlamış əşya oyuncaq deyil.
Bu cümlə burada həyat dərsidir. Partlayıcı sursatların təhlükəsi üzrə maarifləndirmə mina təmizləmə qədər önəmlidir. Çünki eyni vaxtda Azərbaycan mina axtaranı Azərbaycanın bütün kəndlərində ola bilmədiyi üçün və biz vahid bir planla öncədən müəyyən olunmuş dövlətimiz tərəfindən verilmiş tapşırıqda işlədiyimizə görə digər sahələrdə diqqətdən kənar qalmamalıdır. Azad olunmuş ərazilərə köç edən, ora köçürülmüş əhalimiz, eləcə də orada müvəqqəti olaraq çalışan bərpa və quruculuq heyəti mütləq maarifləndirilirlər ki, onlara yaxın olan ərazilərə keçməsinlər, tanımadığı əşyalara toxunmasınlar və həyatda qalmağı müvəffəq olsunlar. Qarabağda aşkarlanan minalar yalnız hərbi hədəflərə yox, yaşayış məntəqələrinə, qəbristanlıqlara, məktəb yollarına, kənd təsərrüfatı sahələrinə yerləşdirilib. Bu da onu göstərir ki, həmin minaların əsas məqsədi müharibədən sonra da mülki əhalinin geri dönüşünü və normal həyata qayıdışını əngəlləmək olub. Bu, həm də BMT qətnamələrinin ruhuna və humanitar mina fəaliyyətləri üzrə qlobal çərçivəyə ziddir. 2007-ci ildə Azərbaycan Respublikası BMT-nin 62-41 saylı qətnaməsini dəstəkləyərək mina əleyhinə siyasətin universallaşdırılmasına səs verib. Lakin işğaldan azad olunmuş ərazilərin hazırki vəziyyəti göstərir ki, münaqişə tərəflərindən biri bu prinsipləri kobud şəkildə pozub. Ən əsası, bu minalar öz təbiətinə görə seçici deyil. Mülki şəxs, uşaq, fermer və ya texnik fərq etmir. Təhlükə hər kəsə aiddir. İşğaldan azad olunan ərazilərdə hər gün mina partlayışları həyata keçirilir. Müxtəlif sayda və müxtəlif ərazilərdə. Çünki həm ərazilər çoxdur, həm də mina sayı çoxdur. İndi partladılacaq obyekt hərbi sursat deyil. İnsanların həyatını itirməsi üçün, həlak olması üçün hesablanmış bir tələdir. Təəssüflər olsun ki, mina illər sonra belə effektivliyini itirməyən yeganə silah vasitəsidir. Və dünyada minalardan həyatlarını itirən, xəsarət alan mina qurbanlarının əksəriyyəti mülki insanlarda Azərbaycanda olduğu kimi və indi partladılacaq bu obyekt, bu mina tək sahənin təmizlənməsinə hesablanmayıb. Biz istəyirik ki, həmvətənlərimiz rahat bura gəlsinlər və öz el obalarında yaşasınlar. Yəni, biz sülh istəyirik. Təəssüflər olsun ki, beynəlxalq hüququn səsi belə çıxır.